Ben de sizden soruşmak istiyorum. Soruşmak ayıp olmaz. Siz ne kadar maaş alıyorsunuz? Sənə var. Kısa ve konkret. Yok, ben onu sizden istiyorum. Ben onu hamısı bana verin. Niye bu kadar maraqlıdır ki? 4 rəqəmli deyə razılaşaq. Pulun var senin. Senin yok sizin. Ne olur sizin olsun. Pulun var sizin. Səndən biraz çox olar maksimum. Yəni çox olmaz o qədər də. Təki çok olsun, təki çok olsun. Bəli, bəlkə də azdır Allah yəni. razı olsun. Mən onu dedim ki, sən bilsən necə motivasiya olsun sənə, başa düşdün? Fərid, bəs bu həyatda ən böyük sualların əsasən nə ilə bağlıdır? İşlə bağlı olur efendim. Məsələn, Maaş da vaxt qalxır. nə işlə məşğulsan? Hüquq sahəsi diye. Hüquqsa. Onda bizdən çox qazanırsan sən. Aysever yazır ki, axşamınız xeyir qərab şeylər. Mənə həmişə münasibətlər maraqlı olub. Ayıb olmasın, görüşdünüz, nə etdiniz? Aysever, məncə də bu sualı deməsinlər. Ayıb olmasın, tək olanda nə etdiniz? Nə Onu da danışırsın? deməsinlər. Aysever, sənin sualların heç ürək açıcı suallar Mən elə deyil. bilirdim ki, tək məni maraqlandırır bu suallar. Mənə çox maraqlıdır ki, cütlüklər harda tanış olublar? Nədən sonra başa düşüblər ki, evlənməliyik? Yeri gəlmişkən Ayseverin suallarına bütün kişilər sevə-sevə, geniş və dolğun şəkildə cavab verirlər. Bəli. Mən həyatdakı ən böyük sualım qonşuma olardı ki, Dilvi deyirdi qısa elə, səni alan olacaq. Onun məsləhətindən sonra şirin eləmişəm. Soruşmaq istəyirəm ki, bu il məni alan olacaq. Oo, Qəşəng.